Salam, hörmətli izləyicilərimiz. Bu günlər mən sizə 4 otaqlı, 2 mərtəbəli gözəl bir ev təqdim edirəm. Daxil olaq evimizin həyətinə. O belə bir xudmani həyəti var. Burada evin altına girməyə yeri var. Bax, belə qupqurudur gördüyünüz kimi. Evimiz 6 daş kürsünün üzərindədir. 6 daş kürsünün üzərindədir. Birinci mərtəbədə olan bax burada qonaq otağı var. O belə kifayət qədər geniş normal bir də qonaq otağımız var. Hörmətli izləyicilərimiz. Evimiz zövqlə bəzədilmişdir. Burada isə bizim mətbəximiz. Evimiz cüt daşla inşa olunub. Aşağıda bir otaq, kuxna, burada sanuzel, sanitar qovşaq, İçaq ikinci mərtəbəyə. Hörmətli izləyicilərimiz, evimizin ikinci mərtəbəsində 3 dənə yataq otağı var. Bax, belə birinci yataq otağı. Bax, pəncərəsi də küçəyə baxır, öz küçəsinə. Həyətinə. Bax, burada evimizin ikinci otağında yataq otağı. Gördüyünüz kimi burada balkon var. Böyle xudmani balkon da var. Keçək üçüncü otağa. Üçüncü otaqla tanış edeyim sizi. Burada üçüncü yataq otağı böyle. Üçüncü yataq otağı. Ölçüləri balaca deyil, normal. Burada isə ikinci mərtəbədə olan sanitar qovşaqdır. Hörmətli izləyicilərimiz, evimiz çıxdı satışa, linkin altında evimizin qiyməti qeyd olunacaq. Sağ olun, kanalımıza abunə olmağı unutmayın.